Fudayl ibn İyad deyir ki, rahiməhullah, bir dinarım var idi cibimdə. Və gedirdim hansısa iş dalıca. Və gedəndə gördüm ki, yolda bir kağız parçası orada Allahın zikri yazılıb və palçıq içindədir. Götürdüm kağızı, qaldım seçim arasında. Dedim, görəsən gedim bir dinara, öz işimi görüm, yoxsa ətir alım, bu kağızı yuyum, qoyum, onu sizə ətirliyim. Deyir ki, getdim bazara, misk satanı tapdım və ətir aldım, misk aldım. Gətirdim, o kağızı yudum və bastım o miskin içinə. Ətirlədim və onu hündür yerə qoydum. Və günlərin bir günündə deyir, yuxumda mənə bir səs gəldi ki, sən mənim zikrimi uzatdığıma görə sənin zikrini uza eləyəcəm insanların içində. Fudayl ibn İyad rahiməhullah Əhlüsünnə vəl Cəmaənin böyük alimlərindən idi. Hətta oğlu Əli Allaha dua edir Fudayl ibn İyad oğlu Əli üçün ki, ey Rəbbim, oğlum Əlini islah edə bilmirəm. Amma sən onu islah eləyərsən. Deyirlər ki, ən azı özü qədər böyük bir alim idi. Fudayl ibn İyad rahiməhullah namaz qıldıranda şiddət ayələrin oxumazdı. Niyə görə? Oğlu Əli namazdaydı. Allahın qorxusundan ürəyi gedirdi. Hətta bir gün deyirlər ki, yadından çıxır ki, oğlu namazdadır. Cəhənnəm ayələrini oxuyanda namazdan sonra görür ki, insanlar qaçışıb bir-birinə oğlunun başına yığışıblar. Allahdan o qədər qorxan adamlar idi. Yəni, nəticə odur ki, qardaşlar, Allah Taala sevirsə, o möminə bəs eləyər. O möminə bəs eləyər. Bizə əsas nə lazımdır möminə? Allahın sevgisi. Narazı olanları da Allah Taala nə edəcək? Razı salacaq. Muhammed sallallahu aleyhi ve sellem hədisdə deyir ki, Ayşə anamızdan gələn hədisdə, mən iltəməsə ridallah. Kim Allahı razı salsa, Allahın razılığını axtarsa, radiyallahu anhu və arda anhun nəs. Allah ondan razı qalacaq. İnsanları da onunla razılaşdıracaq. Vallahi nə təcrübə ilə də görünür. Allaha iman gətirib. Allahı seçənlər imtihanlarla üzləşsələr də belə Rəbbi onlara gözəl çıxış yol verib nəticədə. Söz verib Allah Taala.